Bugün 1 fevral 2026-cı il tarixində Günəşdə ən yüksək sinifə aid olan X səviyyəli güclü alışma qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası rəsmi məlumat yayıb. X sinif günəş alışmaları nədir? Günəş partlayışları və yanma hadisələri rentgen şüalanmasının intensivliyinə görə 5 əsas kateqoriyaya A, B, C, M və X bölünür. A və B sinif kiçik hadisələrdir. C sinif ümumi səviyyəli partlayışlara aiddir. M sinif güclü partlayışlardır və radio əlaqədə qısa müddətli pozuntular yarada bilər. X sinifi isə ən güclü partlayışdır, xüsusilə güclü və böyük enerjili hadisələrə aiddir və potensial olaraq yerə təsirləri daha geniş olur. Bugünkü olayda Günəşin aktiv sahəsi, aktiv region 4366 X1.0 səviyyəli partlayış verib. Bu da ən yüksək sinifə aid güclü bir bürst hadisəsidir. Belə yüksək səviyyəli alışmaların yaxın günlərdə daha çox olma ehtimalı olduğu da alimlər tərəfindən vurğulanıb. Yerə təsir və gözlənilən nəticələr. Rusiya alimlərinin məlumatına görə bu hadisənin mərkəzi hissəsi 3 fevral çərşənbə axşamından başlayaraq 7 fevral şənbə gününə qədər yerə birbaşa təsir zonasında olacaq. Bu dövrdə günəş aktivliyinin yerdə hiss olunan təsirləri artma ehtimal edir. Bu tip güclü günəş alışmaları bir sıra nəticələrə səbəb ola bilər. Geomaqnit fırtınaları, yer kürəsinin maqnit sahəsində dalğalanmalar yaranaraq maqnit qasırğaları kimi hiss oluna bilər. Radio və rabitə sistemində pozuntular, xüsusilə qısa dalğa rabitəsi və GPS sistemləri təsirlənə bilər. Kütləvi tac kütlə atılmaları yaranarsa, bu plazma buludlarının yerə çatması 24-72 saat çəkə bilər və daha güclü maqnit fırtınalarına səbəb ola bilər. Nə gözlənilir? Qarşıdakı bir neçə gün ərzində Günəş və yer arasındakı kosmik hava vəziyyəti aktiv qalacaq. Əgər tac kütlə atılmaları yaranarsa, bu planetimizin maqnit sahəsində daha güclü dəyişikliklərə səbəb ola bilər və bu da radio və peyk əlaqələrində ciddi təsirlərə yol aça bilər. Bu tip kosmik hava hadisələri daha çox yüksək enliklərdə qütb işıqlarının görünmə ehtimalını artırır. Bu da gözqamaşdırıcı səma hadisəsi kimi müşahidə oluna bilər. Ümumilikdə bu hadisə Günəş aktivliyinin yüksək səviyyədə davam etdiyini göstərir və yaxın günlərdə kosmik hava şəraitinin diqqətlə izlənməsini tövsiyə olunur.